Dostlar, bugün bir informasiyanı bölüşmək istəyirəm. Çünki çox adam düşünür ki, indi artıq green card udanlar, Amerikaya gələnlərdə green card gecikir, gəlib çıxmır, ümumiyyətlə belə problemlər yaşanır. Bugün green card bu formada gəlir, bu maillə gəlir. Allah arzusunda olan hər kəsə qismət eləsin. Bizim bir qızımız var ki, artıq 2 aydır ki, Amerikaya gəlib və gözləyirdi bu green cardı və nəhayət ki, onun green cardı gəlib. İndi ona təqdim eləyəcəm və onun ürək sözlərini eşitmək istəyirəm ki, ümumiyyətlə açsın, həm göstərsin, həm də öz hisslərini bizimlə bölüşsün. Fidan gəl. Buyur. Nə hiss keçirdirsən? Bax, green cardı da aç göstər, insanlar görsün. Həm də ki, artıq neçə vaxtı gözləyirsən green cardını? Mən 2023-də qeydiyyatdan keçmişdim. 2024-də udmuşdum və mən indi gəldim. 2 ay olar ki, gəlmişəm. Üstünün kodlarını tut, görünməz. Və ümidimi kəsmişdim ki, gəlməyəcəkdi, amma axır ki, gəldi və çox xoşbəxtəm ki, göstərək belə bu formada. Dostlar, green card bu formada gəlir və artıq 2 ay Fidan gözləyib ki, green card gəlsin Amerikaya keçəndən sonra və nəhayət ki, green cardını aldı və onu demək istəyirəm ki, heç kəs ümidini üzməsin, çünki Fidana son anda intervyu gəlib, son anda onu səfirliyə çağırıblar intervyuya.